Qoç, fevral ayı qoçlar üçün özünü sınama dövrüdür. Bu ay səni tələsdirməyəcək, əksinə dayanıb düşünməyə məcbur edəcək. Hər zaman irəli atılan qoç bu dəfə doğru istiqamət sualı ilə qarşılaşacaq. İş həyatında sənin səbrin test edilə bilər. Üstlərdən gözlənilməz davranışlar, plan dəyişikliyi və ya məsuliyyət artımı mümkündür. Bu ay kimlə yola gedəcəyini, kimlə getməyəcəyini anlayacaqsan. Sevgi həyatında mən haqlıyam demək yerinə biz necə davam edirik sualı ön plana çıxır. Subay qoçlar üçün tanışlıqlar var, amma dərhal bağlanmaq məsləhət deyil. Daxili gərginlik ola bilər. Enerjini idman və ya yaradıcı işə yönəltmək faydalıdır. Buğa. Fevral buğalar üçün daxili gücün fərqinə varma ayıdır. Səssiz, amma dərin proseslər gedir. Bu ay başqalarının deyil, öz ehtiyaclarının səsinə qulaq asacaqsan. İşdə səni yoran mövzular açıq-aydın görünəcək. Buna davam etməliyəmmi sualı yaranacaq. Yeni planlar qurmaq üçün uyğun zamandır, amma addımı tələsmədən at. Sevgi həyatında sabitlik axtarışı güclənir. Səni güvənli hiss etdirməyən münasibətlərdə məsafə yarana bilər. Bədən siqnallar verir, özünü yormamağa çalış. Əkizlər. Bu ay əkizlər üçün zehni dəyişiklik ayıdır. Düşüncə tərzin, planların, hətta baxış bucağın yenilənir. Yeni ideyalar çoxdur, amma hər fikri hər kəslə paylaşmaq düzgün deyil. Gizli rəqabət ola bilər. Sözlərinə diqqət et. Flört enerjisi yüksəkdir, amma emosional dərinlik gec gələ bilər. Keçmişdən xəbər ala bilərsən. Yorğunluq hissi arta bilər. Tək qalmaq ehtiyacı normaldır. Xərçəng. Fevral ayı xərçənglər üçün keçmişlə üzləşmə və bağları təmizləmə ayıdır. Səni işdən yoran mövzular artıq gizlənməyəcək. Səhnə arxasında çox şey baş verir. Hər kəs sənin düşündüyün qədər səmimi deyil. Səbirli və müşahidəçi ol. Sevgi həyatında emosional dərinlik artır. Dəstək görmək istəyəcəksən. Səni anlamayan insanlardan uzaqlaşa bilərsən. Həssaslıq yüksəkdir. Özünə qarşı yumşaq ol. Şir. Bu ay şirlər üçün güzgü aydır. Kim səni həqiqətən dəstəkləyir, kim sadəcə səni istifadə edir. Bunlar aydınlaşır. Ortaqlı işlər, razılaşmalar və əməkdaşlıqlar ön plana çıxır. Tək başına hər şeyi etməyə çalışma. Sevgi həyatında diqqət və dəyər mövzusu gündəmdədir. Səni görməyən insanlara enerjini sərf etmə. Bəzən geri çəkilmək gücsüzlük deyil, ağıllı seçimdir. Qız. Fevral ayı qızlar üçün nizamı yenidən qurma ayıdır. Həyatının bəzi səhnələrində artıq yetər demə nöqtəsinə gələ bilərsən. Detallar sənə üstünlük qazandıracaq. Uzun müddətdir əziyyət çəkdiyin mövzuların nəticəsini ala bilərsən. Həddindən artıq analiz münasibətlərdə soyuqluq yarada bilər. Hisslərini gizlətmə. Sağlamlıq mövzusunda rutinini yenilə. Bədən buna ehtiyac duyur. Tərəzi. Bu ay tərəzilər üçün ürək mövzuları ön plandadır. Sevgi, yaradıcılıq və şəxsi xoşbəxtlik məsələləri gündəmdədir. İşlə şəxsi həyat balansını qurmaq çətinləşə bilər. Sevdiyin işi etmək istəyi artacaq. Romantik təsadüflər mümkündür. Keçmişdən gələn hisslər yenidən oyana bilər. Əqrəb. Fevral daxili dönüşüm ayıdır. Hər şeyi nəzarətdə saxlamaq istəyi səni yorur və bunu anlayacaqsan. Ev, ailə və iş arasında balans qurmaq lazım olacaq. Daxili gərginliyin işə yansımasın. Qısqanclıq və güvən mövzuları sınaqdan keçə bilər. Açıq danışmaq vacibdir. Oxatan. Bu ay oxatanlar üçün öyrənmə və hərəkət ayıdır. Düşüncələrin genişlənir. Yeni biliklər, qısa səfərlər və görüşlər sənə fayda gətirəcək. Sözlərin çox təsirli olacaq. Düşünmədən deyilən cümlələr problemlər yarada bilər. Oğlaq. Fevral oğlaqlar üçün dəyər və maddi mövzular ayıdır. Əməyinin qarşılığını almaq istəyəcəksən. Haqsızlıqlara susmayacaqsan. Duyğularını ifadə etmək çətin ola bilər, amma bu ay buna ehtiyac var. Dolça. Bu ay sənin ayındır. Dəyişiklik, yenilənmə və azadlıq ehtiyacı artır. Yeni başlanğıclar üçün güclü dövrdür. Risk almaq istəyin artacaq. Sərhədlərini qorumaq istəyəcəksən. Səni sıxan bağlardan uzaqlaşa bilərsən. Balıqlar. Fevral balıqlar üçün səssiz, amma dərin aydır. Gizli planlar və hazırlıq dövrüdür. Tələsmə, Mart ayı hərəkət gətirəcək. Daxili hisslər güclənir. Sözlərdən çox davranışlar önəmli olacaq.